Allah'ın salamı olsun, hər kəsə axşamı xeyir olsun, hörmətli izləyicilər. 30 gövdə yaxınlaşıb, ABS və boosteri dəyişildi. Həm ABS, həm booster dəyişildi. Bunu dəyişməklə yanaşı, ümumi sistemdə olan əyləc mayesini də, köhnəsini ümumən çıxardıb, yenisi ilə əvəz eləyirik ki, ABS yəni qısa bir müddətli olmasın, illərlə getsin. Təbii ki, yiyəsinin bundan sonraki qulluğundan da çox şey asılıdır. Amma yəni öz işimizi qarantiya almaq üçün bunu mütləq şəkildə eləyirik. Və hər kəsə də tövsiyə eləyirəm ki, ABS-i dəyişəndə mayesini, sistemdə olan ümumi mayeni dəyişin. Bu belə. Bir də bu barədə inşallah ətraflı bir videom olacaq. Yəni təkcə motorun yağı ilə kifayətlənir böyük kütlə. Ancaq ona fikir verir ki, 5000-dən bir, 6000-dən bir motorun yağını dəyişsin, o da 5000-dən bir, 6000-dən bir dəyişsə. Təkcə motorun yağı deyil. Motorun yağından əlavə karabkanın yağı var, motorun antifrisi var, elektromotorun antifrisi var, əyləc mayesi var. Ümumiyyətlə bunlar barədə geniş izahlı bir videom olacaq Allahın köməyi ilə. Nə, harda, neçə kilometrdən bir dəyişilməlidir, necə olmalıdır. İnşallah o barədə ətraflı bir videom olacaq. Bugünkü isə dediyim budur. ABS-i dəyişəndə çalışın əyləc mayesini tam olaraq bütün sistemdən köhnəni çıxarın, yenisi ilə əvəz edin. Öpürəm, Allah aman.